məhkəməm aliment məhkəməsi olacaq. Öz məhkəməm, aliment. İnşallah alimentimi ala bilərəm. Kara gecelere söyle alimenta. Asmaq olma, ne ben atar? Yaxşı vəkil lazımdır mənə prosta. Var ya, bir dənə vəkil, prosta bir dənə adam var, onu istəyirəm. Bacımız hazırlaşır aliment almağa. Maraqlanmışam, 14.700 manat. Bəlkə bir dənə ev götürərəm. Verməsə işinə tutulacaq. Biraz dolar düşsün də ləyə. Qəşəm bir dənə bəlkə tutacağım. Birdən DNA testi istəsələr, onu da pulun alimentdən çıxaram. Vəkilin də pulun alimentdən çıxaram. Oradan da qalar bir nə qalar ataram banca. Ay bu ayda dalı gələcəkdən. Əslində istəməyəcəkdim, amma görürəm ki, lazım deyil. İstəmək lazımdır. Mükafatımı çox gözəl verdiklərinə görə, uşaqlarına baxdığıma görə. Ona görə çox kədərləndim, fəxr elədim bu mükafatla. Rus adamı get gəliyor, get. Maraqlanmışam. O vaxt mən döyməklərində ərimin. Mən dedilər ki, onu şahidlərin varsa qaldıra bilərsən təzdən o iş üzrə. Səni döyüb söyməkləri hamilə qalır. O mən necə eləyə bilərəm ki? Təzdən necə qaldıra bilərəm onu? Ağlım olmadı vaxtında, gözümün göy vaxtında eləmədim. Bambula kimi. Yox, mənə dedilər mümkündür. Elə yerdən dedilər mümkündür. Ayağa qaldıra bilərsən təzdən yenə. Şahidlərim var, olmağına var. Şahidlərim çoxdur. Qonşularım nə qədər şahidim var. Bəli, buyurun. Tamam. Salam. Mən adım Xədid. Nə? Anladım. Kimdir? Alo. Bax, yaxşı qadınlarımız var, Allah canlarını sağ eləsin. Bu, mənə bəzən baxıram kayıtlarda yazırsınız ki, minnətin olsun sən kimsə zəng edir. Siz yəqin canlı yayımın hamısına baxmırsınız ki, o kayıtlarda, o yorumlarda onları yazırsınız mənə, zəhər, it. Bax, gəlib burada oturmuşsan düzdür, mən normal adamlar üçün açıram bu zəngi. Zəng eləyib məndən mırtdaşır. Bura nə üçündür? Zəng üçündür. Adam əsəbləşir, başa düşürsünüz, ya da səsimi alır, səsimə qulaq asır. Mənim danışıq tərzim belədir. Mən it deyiləm. Canlı yayıma aparmaq formam belədir. Mənim üz tərzim belə. Mırtdaşmağım eləməyim. Bu mənim tərzimdir. Mən 7 ildir beləyəm. Yatıb indi ayrılmışsınız. Məndə süynülük yoxdur. Başa düşürsən. Mən süyni insan deyiləm. Mən bacarmıram süynülüyü. Mən necə var eləyəm. Əsəbləşəndə də bildirirəm. Hirslənəndə də bildirirəm. Səmimi olanda da bildirirəm. Hirslənəndə mən elə bir evin içindəyəm. Mən izləyicilərimi ailəm kimi bilirəm. 7 ildir ki, mən TikTokdayam və 7 ildir bu canlı yayımın oturmuşam qarşısında, görməsəm belə danışıram. Onlar məni görür, mən onları görmürəm. Görməsəm belə hiss edirəm, danışıram. Mən bəzən saçımda şpilka açıram bu canlını. Evdə necə açıram elə cır-cındırda, nə gəldi geyinirəm, açıram. Mən burada olduğum kimiyəm. Mənim əsəbləşməyim, hirslənməyim, cavab verməyim mənim izləyicilərimə xoşdur. Xoş olmayan mənim izləyicilərim deyil. Çünki mənim karakterimi bilirlər. Mən əsəbləşəndə də bir üzə verirəm. 5 dəqiqəli idi məndə. Gəlir, çıxır, gelir. Mən bəziləri kimi yalandan üzdə məndə o bacarıq yoxdur. Xoşum gəlmir mənim elə şeydən. Süynülüyü mən bacarmıram. İçimdən necə gəlir, eləcə davranıram. Ona görə də mən izləyəcəyim, mənə çox istəyir. Bilirlər ki, mən çünki nevrozam, başa düşürsünüz, əsəbiyəm. Peşman oluram içimdə, amma bir anlıq nevrozam da, bu da mənim əsəbiyəm, mənim özümdən asılı deyil. Onlar bilirlər ki, mənim əsəblərim yerində deyil. Və mən həqiqətən əsəbləşdirirlər. Zəng edir, danışmır, danış da. Sizə asat gəlməsin, gör neçədən zəng gəlir. 5'i normaldırsa, 10'u anormaldır.
O gün mənə hədiyyə gəlib. İndi götürüb hansısa izləyicim elə paylaşıb ki, mən belə durmuşam, hədiyyələrin hamısı bir anda paylaşıb da. Yəni gələn momenti paylaşmayıb, yazıblar. Bunda bir iş var. 100% bu özünə artdırır. Reaksiya vermədi. Oradan dağdan yazırlar. Qara pullar duyuyur da, güya xəbəri yox idi. Ona görə həyəcanlana bilmir. Əsl izləyicilərim yazır ki, o gözü tox qızıdır. Ona hədiyyə gələndə o elə reaksiya, o özündən asılı deyildi. O şey eləmir. Sevir, utanır, utandığından şey eləyə bilmir. Yo, deməli, burada TikTokda hamı milyonlarla TikToku qutarır. Heç birinin nə yorumunda, nə canlısında nə söz yazmazlar. Mənə gələcəklər ancaq. Görəsən niyə reaksiya vermədi? Mən deyim də, qara pullar duyur. Yo, öz atdırdı. Özünü reklam edir. Necə çox bilirsiniz, maşallah. Bu sabahla necə iyilənib evdə oturmuşsunuz? Gedin bir institutda zaten müəllimə zad işləyin də. Başınız belə işləyir, öz ərlərinizi işləsin, onun bulqucağında qalın. Başınız belə işləyir, qalmışsınız mollalarda ərlərinizin şəklini apara. Gedin öz başınızı işlədin də. Boşluqdan, bədbəxtçilikdən ancaq kiç-kiç yorumlar yazırsınız. Heç bilmir qara pullar nədir, boş-boş danışır. Qara pullar yeyirlər, hə. Cəmaata uçuşur göydə, onlar yumur, ləman yudu. Yuyuram, quruluyuram, sərmişəm, 5 qadadır. Gəl götür geyin. Daş başına. Reaksiya verməli, yudurmalıyam. Yüreğim, ay Allah. Su verin, nağırmalıyamaz. Daş başına. Allah ki, burada sizə elə adamlar göstərərəm, özünü atdırır, elə reaksiya verir, elə bilərsiniz ki, nə olub? Gözü göbür. Ağıllı çıxıblar bunlar. Nə ağıl verirlər? Göz rəngim dəniz mavisi aşkım. Normal adamlar yıxsın. 077 Kubil'e çok sağ ol lobi. 318 30 99. Arada yorumlara baxıram, bir yanı o qədər